Futbolda penaltı zərbələri oyunun taleyini həll edən ən kritik məqamlardan biridir. Hesabda fərqlənmək asan görünsə də, əslində hər futbolçu bu imkandan maksimum istifadə edə bilmir. Çünki penaltı təkcə texnika deyil, həm də psixologiya məsələsidir. Minlərlə tamaşaçının təzyiqi, maçın vacibliyi və qapıçının gözləntiləri futbolcunun qərar verməsinə birbaşa təsir edir. Buna görə də ən yaxşı penaltı vuranlar yalnız dəqiq zərbə vuranlar deyil, həm də soyuqqanlı qalan oyunçulardır. Bugünkü videomuzda ən çox penaltı istifadə edən 3 futbolcuya nəzər yetirəcəyik. 3-cü sırada Bayern Münchenin qol yükünü çəkən İngilis futbolçu Harry Kane var. O karyerasında 118 penaltı zərbəsi yerinə yetirib. Bunların 105'ini gola çevirib, 13'ü isə qeyri-dəqiq olub. İkinci sırada dünyanın ən yaxşı futbolçularından Lionel Messi var. Argentinalı super ulduz 147 penaltı zərbəsi yerinə yetirib. 115'ini golla nəticələndirib, 32'si isə qeyri-dəqiq qalınıb. Birinci sırada çoxunuzun düşündüyü Cristiano Ronaldo var. Bir çox rekordu əlində saxlayan Portuqaliyalı forvet karyerasında 218 penaltıdan 182'sini gola çevirib. 36 zərbəsi isə dəqiq olmayıb. Qeyd edək ki, sıralamamızda olan bütün futbolçular aktiv karyeralarını davam etdirirlər və bu sıralama dəyişə bilər. Videomuzu bəyəndinizsə kanalımıza abunə ola bilərsiniz və belə maraqlı faktlar üçün kanalımıza göz gəzdirə bilərsiniz.